Qusar rayonunun 382 evdən ibarət olan Avaran kəndinə ilk dəfə təbii qaz verilib. Ömründə mənzillərində mavi yanacaq görməyən sakinlər indi çox məmnun və rahat olduqlarını bildirirlər. Kənd sakini Əmrah Əmrahov baha qiymətə odun almaqdan canlarının qurtardığını söyləyib. O qeyd edib ki, əvvəllər məcbur olub meşədən odun gətirirdilər. Qazın çəkilməsi onları bu əziyyətdən xilas edib. Gazdan çok eziyet çekirdik. Baksırı gaz əvəzinə deməli biz meşələrdən odun getirirdik. Bugün Avaran kəndinin evlerine gaz açılış mərasimi tədbiri keçirdik. Ben bütün bu tədbirlə bütün gazla əlaqədar əziyyət çəkənlərə öz təşəkkürümüzü bildiririk. Kənd sakini Mühacib Qurbanov da avaranlıların qazsızlıqdan böyük çətinliklər çəkdiklərini vurğulayıb. Xeyli vaxtı biz gaz eziyet çekirdik. Odun getirdi, oraya xeyli hem evde temizlik olmuyor. Gazı çoktan gözləyirdik, yaxşı kendi gaz geldi bize. Ne kadar verirdiniz bir maşın oduna? Bir maşın oduna axır vaxtlar 400-450 verirdik. Onun doğramağı var, sonra başka işler var, 500-600 çıxırdı. Bir ilde de hiç olmasa 2 maşın odun getirmeliyik. Bu əlaqədar təşkilatlara çox minnətdaram. Müsahiblərimiz həm qaz çəkilişi, həm də mənzillərinə qaz verilməsi üçün evlərinin çıxarışının hazırlanmasında onlara köməklik göstərildiyini xüsusi vurğulayıblar. Avaran kəndinə təbii qaz verilməsinə həsr olunmuş mərasimdə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov avaranlıları əlamətdar hadisə münasibəti ilə təbrik edib. O bildirib ki, kənddəki 382 evdən 186-sına qaz xətti çəkilib və proses davam edir. Rayon rəhbəri qeyd edib ki, Qusar rayonu qazla təminatda ölkə üzrə ön sırada gedən 30 rayondan biridir. Azərqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Qusarın kəndlərinə qaz çəkilişi zamanı evlərinin sənədləri olmayan sakinlərə rayon icra başçısı tərəfindən yaxından köməklik göstərildiyini xüsusilə vurğulayıb. Burada əsas problemlərdən biri adamların, fərdi yaşayış evi sahiblərinin sənədlərinin olmamasıdır. Və burada icra başçısının birbaşa məsələyə müdaxiləsindən sonra insanlarda o deməli arxivlərdən sənədlərin tapılması, qalan zəruri sənədlərin onun əsasında formalaşdırılması prosesini həyata keçirdilər. Və icra başçısı şəxsən özü bu işlərə daha çox isti yanaşdı ki, insanların qazla bağlı olan problemi sənədləşmədən sonra həll olunsun. Və nihayəti insanlar həmin o arxivlərdən çıxardılan kökü olan sənədlərin əsasında icra hakimiyyətində və ya rayon səviyyəsində heç bir maneəyə rast gəlmədən operativ şəkildə sənədlərini, fərdi yaşayış evlərinin sənədlərini hazır etdilər və o sənədlərə hazır olan deməli 186 sakinin mənzilinə artıq fərdi yaşayış evinin qazlaşması prosesinə texniki şərt verildi və o proses başlayır. Digər qalan sənədlərə hazır olmayan əhalinin də, sakinlərin də sənədlərə həll olunduqca xüsusi lisenziyası olan podrasçı vasitəsilə öz fərdi yaşayış evlərini öz mali hesablarına qazlaşdıra biləcəklər. Avaran kəndində təbii qaz verilişini ifadə edən rəmzi alov yandırılıb və icra başçısı Sahir Məmmədxanov mənzillərdən birində qazın yandırılması prosesini izləyib. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, bizim media Şimal bürosu.